Salam əziz və dəyərli izləyicilər. Bu gün sizlər ilə belə bir sualın izahına baxacağıq. Gəlin elə isə sualımızı izah edək. İlk öncə verilənləri qeyd etsək, kütləsi n bərabər 1,5 tondur. Biz tonu çevirsək 1500 kq edəcək. Sürətimiz v bərabər 10 metr bölünsün saniyə. Radiusumuz 20 metr. Sərbəstləşmə təcili 10 Newton bölünsün kiloqram. Bizdən F qüvvəsini soruşur. Biz bilirik ki, körpünün təpəsində məclisli qaçma təcili aşağı doğrudur. O zaman biz ağırlıq qüvvəsini P bərabər mg'dən tapsaq, m-i verib bizə bildiyimiz kimi 1500, sərbəstləşmə təcili 10'dur. Bir-birinə vuranda 15000 Newton etmiş olacaq. Daha sonra biz məclisli qaçma qüvvəsi F məclisli qaçma bərabərdir mv kvadrat bölünsün r-dən tapsaq, bu zaman biz 7500 Newton almış olarıq. Daha sonra isə təpə nöqtəsində aşağı istiqamətli müsbət götürsək, ağırlıq aşağıya, dayağı reaksiya qüvvəsi isə yuxarı yönlər. Bu zaman biz belə bir tür var idi, onu yazsaq, mg çıxılsın n bərabərdir f məclisli qaçma, yəni mv kvadrat bölünsün r-dən hesablasaq. Biz mg'nin 15000 çıxılsın n bərabərdir mv kvadrat bölünsün r yuxarıda 7500 tapmışdır. Buradan biz n'yi tapsaq, 15000'dən 7500 çıxsaq, onda 7500 Newton. Bunu isə kilonewton şəklində yazsaq, 7.5 kilonewton almış olarıq. Əziz və dəyərli izləyicilər, belə bir sual bugün sizlər üçün izah etdim. İzlədiyiniz üçün çox sağ olun.